Şəhidlərimizin övladları üçün təşkil edilən 5-ci Yaşad düşərgəsi davam edir. Layihənin ikinci həftəsinə də maraqlı və rəngarəng proqramlar daxil edilib, izləyək. Yaşad düşərgəsində ilk dəfədir ki, iştirak edirəm. Biz burada maraqlı yerləri gedib görürük və mən burada yeni dostları qazanırım. Bugün biz ekskursiyaya gəlmişik və bu ekskursiya çaylar haqqındadır və ümid edirəm ki, düşərgə davamlı olar. Yaşad Fondu və Asan Könüllülər Təşkilatı tərəfindən təşkil olunan 5-ci Yaşad düşərgəsinə bu həftə 10-11 yaş kateqoriyasından olan 53 şəhid övladı qatılıb. Əvvəlcə Lənkəranın çay plantasiyasına ekskursiya olub. Mən Yaşad Fondu düşərgəsində ikinci ilimdir. Biz indi çay plantasiyasındayıq. Bakıdan gəlmişəm. Axşamlar hər dəfə çox maraqlı olur. Otaq yoldaşım və müəlliməm çox mehribandılar. İnşallah ki, gələn Yaşad Fondu düşərgələrində də iştirak eləyərəm. İlk dəfə gələm və gəldiyimdən etibarən çox əylənmişəm. Çoxlu dostlarım olub və biz indi ekskursiya olaraq çay fabrikasına gəlmişik. Burada çaylara baxaraq çox məlumat toplayırıq. Proqrama əyləncə saatları və təlimlər də daxildir. Həmçinin uşaqlar üçün konsert də nəzərdə tutulub. Yaşım var. Bura birinci dəfədir gəlirəm. Mənim burada bir çox dostlarım oldu. Məsələn üçün, elə müəllimimin özü də mənə çox əziz dost idi. Buradakı dostlarım da çox xeyirxah, çox yaxşı dostlardır. Burada həm əyləndik, həm də yedik, içdik, həm də bir yerdə hər kəslə oyun oynadıq. İştirakçılar üçün müxtəlif təlimlər, master-klasslar, həmçinin idmançılarla görüş, həmçinin otelin də müxtəlif əyləncələrindən istifadə üçün onların proqramına daxil edirik və iştirakçılar üçün bu düşərgənin maksimum əyləncəli və faydalı keçməsinə çalışırıq. 7 həftə ərzində 10-11 və 12-13 yaş arası şəhid övladları olmaqla 2 qrupa bölünəcəklər və bununla 7 həftə boyunca şəhid övladları dəvət olunacaq və bu düşərgədə iştirak edəcəklər. 7 həftə davam edəcək düşərgədə 400-ə yaxın şəhid övladı iştirak edəcək. Nuranə Tərət qızı, Rauf Məmmədov, AzTV xəbər.